Gürcüstanın müstəqilliyi gününə həsr olunmuş tədbirlərə Qardabani bələdiyyəsi də qoşuldu. Bayram proqramı gün ərzində müxtəlif fəaliyyətləri əhatə etdi. Tədbirlər milli geyimlərlə keçirilən yürüşlə başladı. Yürüş Amaşenebeli abidəsinin ərazisindən Qardabaninin mərkəzi parkına qədər davam etdi. Park ərazisində sərgi məkanları təşkil olundu. Burada Qardabani bələdiyyəsinin Mədəniyyət və İncəsənət Mərkəzi, Şagird Gənclər Mərkəzi, Diyarşünaslıq Muzeyi və Kitabxana Birliyi mərkəzi təqdim olundu. Bayram proqramı konsertlə başa çatdı. 26 may Gürcüstan üçün ən əhəmiyyətli günlərdən biridir. Bu tarixdə ölkəmiz müstəqillik əldə etdi. Eyni zamanda 1700 il bundan əvvəl ölkəmiz xristianlığı qəbul edib. Bu münasibətlə də hər kəsi təbrik edirəm. Şio bəyi də seçilməsi münasibətilə təbrik edirəm. Qardabanda müstəqillik günü təntənəli qeyd olunur. Hər kəsi təbrik edir, uğurlar arzulayıram. Ailələrə ruzi bərəkət diləyirəm.